Yeni il bayramı ilə əlaqədar Azərbaycan xalqına təbrikimdə də demişdim, bugünkü dünya belədir. Kim güclüdür, o da haqlıdır. Ancaq bu Biden-Blinken administrasiyasının nə qədər naşükür və nankör olmasını bir daha göstərir. Və o vaxt administrasiyanın yüksək vəzifəli şəxslərlə söhbət əsnasında mən demişdim ki, gün gələcək və biz sizə bir daha lazım olacağıq, amma onda bizim qapımızı döyməyin. Və əgər o administrasiya və onun nümayəndələri bugün hakimiyyətdə qalsaydı, onların bir xahişini də biz yerinə yetirməyəcəyik.